Bismillahirrahmanirrahim. Allah Teala Hazreti Muhammed sallallahu aleyhi ve aleyhi ve sellemin adını olan surede 25. ayette buyurur. İnnellezîne irteddu ala edbârihim min ba'di ma tebeyyene lehumul huda eşşeytanu sevvele lehum ve emlâ lehum. O adamlar ki hidayət onlara aydın olandan sonra, açıqlanandan sonra, şəffaflaşandan sonra dindən çıxdılar, mürtədd oldular, geriyə qayıtdılar, irticaya yol verdilər. Onların bu irticasının səbəbi odur ki, şeytan onların əməlini onlar üçün bəzədi, zinətləndirdi və onlara yardım etdi, onları möhlətlərlə aldatdı. Şeytanın ən böyük, bəlkə də bir nömrəli metodu bizi bədbəxt etməkdə, bizi özünə oxşatmaqda, işin, günahın, fəsadın qəbahətini aradan qaldırmaqdır. Şeytan bizə vəsvəsələrlə təlqin edir ki, etdiyim bu günah çox da günah deyil. Bəzən bizə təlqin edir ki, bu günah böyük günah olsaydı, Allah səni vurardı, Allah səni cəzalandırardı, Allah səni bədbəxt edərdi. Görürsən ki, işlərin yaxşı gedir, deməli çox da böyük günah deyil. Bizə bəzi sözlər də təlqin edir. Elə ən böyük günahım bu olsun, gör başqaları nələr edir, mən onlara baxanda şükürlüyəm, bunu edirəm, o pisini ki etmirəm və s. və ilə axır. Günahların, fəsadın, cinayətlərin, pisliyinin yoxa çıxması, pisliyinin asan qəbul edilməsi bizi və cəmiyyətimizi bədbəxtliyə sürükləyir. Günahın pisliyinin, günahın zərərinin, günahın fəsadının göz ardına vurulmasını yaradan səbəblər var. Biri odur ki, biz əxlaq elmini digər elmlər sırasına daxil etməmişik. Əxlaq elmini müstəhəb elm kimi qəbul etmişik. Yəni, olmasa da olar. Əsas dini baxımdan təfsirdir, fiqhdir, tarixdir, fəlsəfədir, dünyəvi baxımdan riyaziyyatdır, fizikadır, ədəbiyyatdır və s. və ilə axır. Əsas bunlardır, tibbdir, kimyadır, fizikadır. Əxlaq olmasa da olar. Bu əxlaq olmasa da olar, cəmiyyətdə əxlaqı bir elm olaraq gözdən salıb və nəticə göz qabağındadır. İkincisi, müxtəlif formatda, müxtəlif şəkillərdə fəsadın yayılması günahların qəbahətini gözümüzdən salıb. Üçüncüsü, bir-birimizin günahını danışmağımız, bir-birimizi rüsva etməyimiz bu nəticəni verir. Biz elə bilirik ki, kiminsə günahını açırıqsa, bu təkcə onu rüsva etməkdir. Xeyr, bu həm də günahın reklamıdır, günahı təbliğ etməkdir, günahın insanların qəlbində edilməsi mümkün olan bir hala salmaqdır. Dördüncüsü, əlbəttə çox daha mən bir neçəsini sayıram. Dördüncü səbəb, yəni günahın qəbahətinin bizim gözümüzdə azalmasının səbəblərindən biri də bizim tövbə etməməyimizdir, bizim axirəti ciddiyə almamağımızdır, bizim öz elmimizi, maariflənməmizi zəif hesab etməyimizdir. Yəni, biz maariflənməni düzgün aparmırıq özümüzdə də hətta. Yəni, heç bir əxlaqi hədisə mən də buna əməl etməliyəm nöqtə nəzərindən baxmırıq. Və nəticə bu olur ki, biz bir çox günahları artıq ya günah hesab etmirik, ya da zəif günah hesab edirik. Bu da şeytana çox xoş gələn bir əməldir, Allaha isə acıq gələn əməldir. Allah bizi qorusun.